Yaddaş pozuntusu və unutqanlıq nədir? Yaddaş pozuntusu nə deməkdir? Yaddaş insanın duyğu üzvləri, yəni gözü ilə gördüyü və qulağı ilə eşitdiyi məlumatların birinci mərhələdə qəbul edilməsi, ikinci mərhələdə yadda saxlanılması və üçüncü mərhələdə lazımı gəldikdə bu məlumatların yada salınması, xatırlanması və yaxud da ki, istifadə olunması, ifadə olunması prosesinin icra edilməsinə deyilir. Unutqanlıq isə yaddaş zəifləməsidir, yaddaş pozuntusudur. Bu zaman şəxsin vaxtilə öyrəndiyi məlumatların yada salınması, xatırlanması, istifadə olunması, ifadə olunması prosesi pozulur. Bir sözlə, yaddaşın üçüncü mərhələsi pozulmuş olur. Yaddaş pozuntusunun növləri. Yaddaş pozuntusunun 4 növü vardır. Birinci, amneziya, yaddaşın itməsidir. İkincisi, hipomneziya, yaddaşın zəifləməsidir. Üçüncüsü, hipermneziya, yaddaşın güclənməsidir. Dördüncüsü isə paramneziya, yəni yaddaşın təhrif olunmasıdır. Birinci, amneziya, yaddaşın itməsi. Amneziyanın 3 növü vardır. Birinci, retrograd amneziya. Retrograd amneziya zamanı travmadan və yaxud da ki, hər hansısa bir xəstəlikdən sonra müşahidə edilir və bu zaman şəxs həmin bu travmadan və xəstəlikdən əvvəl olan hadisələri xatırlamaqda çətinlik çəkir. Keçmiş xatirələri xatırlaya bilmir. Lakin yeni öyrəndiklərini isə asanlıqla öyrənə bilir. İkinci, anterograd amneziya. Bu zaman şəxs travma və yaxud da ki, hər hansısa bir xəstəlikdən sonra yeni öyrənmiş olduğu məlumatları yadda saxlaya bilmir. Məsələn, bir neçə dəqiqə əvvəl yediyi qidanın adını, qarşısındakı olan şəxsin adını və yaxud da ki, harda olduğunu xatırlamaqda çətinlik çəkir. Keçmiş xatirələri isə asanlıqla xatırlayır. Hansı məktəbdə oxuduğu sinif yoldaşlarının adını, soyadını, hansı partada əyləşdiyini asanlıqla xatırlamış olur. Anterograd amneziya əsasən hipokamp zədələnməsi fonunda baş verir. Üçüncü, total amneziya. Total amneziya zamanı yaddaş tamamilə itirilir. İkinci qrup isə hipomneziyadır. Hipomneziya yaddaşın zəifləməsidir. Şəxsdə qısa müddətli mexaniki yaddaş yaranır. Şəxs öyrəndiklərini asanlıqla və qısa müddət ərzində unudur. Üçüncü, hipermneziyalardır. Hipermneziyalar yaddaşın normadan artıq, həddindən artıq artmasıdır. Şəxs 10-15 il bundan əvvəl baş vermiş hadisələri detalına qədər, xırdalığına qədər xatırlamış olur. Dördüncü, paramneziyalardır. Paramneziyalar yaddaşın təhrif olunmasıdır. Paramneziyalara daxil edilir. 1. Konfabulasiya, yəni uydurma xatirələrin yaranmasıdır. 2. Dejavu, yaranmış olan hər hansısa bir xatirələrin əvvəllər baş vermiş kimi duyulmasıdır. Digər bir yaddaş pozuntusu kimi Korsakov sindromu, Korsakov psixozunu misal gətirə bilərik. Korsakov sindromu və yaxud da Korsakov psixozu dedikdə, bu zaman bu sindromun kliniki əlamətləri zamanı paranoyalar, şübhələr, yəni sayıqlama ideyaları və hallusinasiyalar, görmə və eşitmə hallusinasiyaları müşahidə edilir. Korsakov sindromu uzun müddət ərzində xroniki olaraq aşırı dərəcədə alkoqol qəbul edən şəxslərdə və vitamin çatışmazlığı, B1 vitamininin, yəni tiamin çatışmazlığı zamanı müşahidə olunan ağır dərəcəli yaddaş pozuntusudur. Əsas klinik əlamətləri zamanı birinci, anterograd amneziya müşahidə olunur. Şəxs yeni məlumatları yadda saxlaya bilmir. Bəzi hallarda retrograd amneziya, şəxs bəzən keçmiş olan xatirələri yada sala bilmir və konfabulasiyalar müşahidə olunur. Şəxsdə uydurma xatirələr formalaşmış olur və bunları dilə gətirməyə başlayır. Sizin psixiatr həkiminiz doktor Aytən Namazova.